Tramp Avropanı hədələdi. Amerika Birləşmiş Ştatlarına arxayın olub, Rusiya ilə kəllə-kəlləyə gələnlər qorxu içində. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump yeni təklif şərtləri ilə dünyada ənənəvi münasibətləri silkələyib. Bu günlərdə Donald Trump qarşılıqlı tariflərlə bağlı fərman imzalayıb. Ehtimal olunur ki, yeni tariflərə uyğunlaşmaq ştatların ticarət tərəfdaşları üçün müəyyən çətinliklər yaradacaq. Təxminən 76 il əvvəl Amerika Birləşmiş Ştatları Avropadakı müttəfiqlərinə iki layihə təqdim eləmişdi. Marshall Planı və NATO. Marshall Planı, yaxud Avropanın bərpası proqramı 2-ci Dünya müharibəsindən sonra Avropaya xarici yardım göstərmək Amerika Birləşmiş Ştatlarının təqdim elədiyi proqramıdır. Ağ Evin ikinci təşəbbüsü NATO hərbi bloku Avropanın şərq yarısını nəzarət altına almış keçmiş SSR-dən demokratik ölkələri qorumaq üçün 1949-cu il aprelin 4-də reallaşdı. Deməli, Amerika Birləşmiş Ştatları Avropanın faşizmdən qurtulmasında aparıcı rollardan birini oynamaqla yanaşı, müharibədən sonra onu bərpa, SSR-nin hərbi hədələrindən, təhlükəsindən müdafiə edib. Donald Trump'ın açıqlamalarından göründüyü kimi, ötən 80 ildə ştatların Avropadakı müttəfiqləri Amerika Birləşmiş Ştatlarından faydalanıblar. Amerika Birləşmiş Ştatları prezidenti gələcəkdə də ölkəsinin imkanlarından faydalanmaq üçün müttəfiqləri qarşısında yeni şərtlər irəli sürür. Tarifləri artırmaqla yanaşı, təmsil olunduğu hərbi siyasi blokdakı müttəfiqlərindən müdafiə xərclərini artırmağı da tələb edir. Bu ilin martında Donald Trump sərt açıqlama verib. NATO ölkələri ödəmə eləməsə, onları müdafiə eləməyəcək. Avropa İttifaqı ölkələrinin rəsmiləri NATOdan xaric hərbi blok yaratmaqla bağlı bir neçə dəfə açıqlama veriblər. Ancaq bu istiqamətdə indiyə qədər əməli addım atılmayıb. Belə görünür ki, indiyə qədər Donald Trump qədər müttəfiqləri ilə sərt danışan Amerika Birləşmiş Ştatları lideri olmayıb. Əks halda vəziyyət bu səviyyəyə çatmazdı. Ştatlar Avropadakı müttəfiqlərini niyə belə hədələyir? Rusiyanın Ukraynadakı müharibəsi qitədəki NATO üzvlərinin də potensialını və bu kimi müharibələrə hazırlığını aşkarlayan başlıca amillərdən olub. SSR zamanında Amerika Birləşmiş Ştatları Avropanın müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclərini az qala tək başına ödəyib. Ştatlar Avropa İttifaqı ölkələri üçün dibi görünməyən pul kisəsi rolunu oynayıb. İndi şərtlər dəyişib, Sovetlər yoxdur. Deməli, başlıca təhlükə mənbəyi də ortadan götürülüb. Hazırda Avropanı təhdid edən Rusiya var, ancaq o, SSR kimi güclü deyil. Amerika Birləşmiş Ştatları onunla dil tapa bilir. Elə Donald Trump prezidentliyinin birinci dövründə olduğu kimi, indi də Moskva ilə dialoq qurur. Belə bir şəraitdə Avropanın Amerika Birləşmiş Ştatlarının şərtləri daxilində özünü toparlamasına ehtiyac var. Ştatlar ötən 80 ildə Avropa üçün çox işlər görüb. Onu kommunizm təhlükəsindən qoruyub, Almaniyanı bütövləşdirib, qitənin sovetləşməsinin qarşısını alıb. Avropa sakinləri, vergi ödəyiciləri onun hərbi qüdrətinin kölgəsində rahat yaşayıb. İndi isə bu kimi rahatlığın təmin olunması üçün ödənişi artırmaq zamanıdır. Ehtimal eləmək olar ki, Amerika Birləşmiş Ştatlarının Sovetdən qalma, ənənəvi düşüncəli belə müttəfiqə ehtiyacı yoxdur. Avropa İttifaqı ya dəyişəcək, ya ödənişi artıracaq, ya da dağılacaq. Hər halda indiki birlik Marshall və NATOya daha çox borcludur. Yeni təşəbbüslər üçün Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarına yeni ödənişlər eləməkdən başqa çıxış yolu hələ görünmür. Trump'ın açıqlamaları bu səbəbdən daha çox müttəfiqləri hədələmək təsiri bağışlayır. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.